İcramız, bələdiyyəmiz, Fövqəladə Hallar Nazirliyi. Burada yaşayan sakinlərin vəziyyəti çox acınacaqlı vəziyyətdədir. Pollarına qədər suyun içindədir. Ən azından bir maşın göndərsinlər. Sakinlər evdən çölə çıxa bilmirlər. Yəni bu vəziyyətdədir. İslam Abışov küçəsi təəssüf ki, yağışa görə insanların hərəkəti demək olar ki, dayanıb və aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülməyib. Sen girirsən, hardansa masajı tez trubkan qoyurlar yerə. Heç bir qurumdan burada yox. Uşaq, körpə, maşınlar batıb qalıb hamısı burada. Heç kim yaxın gəlmir. Hələ sabaha da yağış dedilər. Bax, su gibi çıxıb, lap düzü yuxarı çıxır Araz Marketin yanına. Bax, o sarı ev mənimdir. Bu bir evdə xalamgilin evidir. Nənəm 90 yaşında, nənəm o evdə qalıbdır, çıxa bilmir. Çıxarda bilmirik. Fövqəladə Hallar Nazirliyi gəlmir. Ən dayaz yeridir. Görürsünüz də, mən buradan döngədə evimdir, evimə girə bilmirəm. Bu çəkilişi verin, qoy baxsın, böyüklər, kim baxır baxsın, buraya bir əncam qırılsın. Bu nədir? Allaha and olsun, qaçmaq istəyir. Evimi alan yoxdur, alan olsa qov qaçacam.